Salam değerli futbol severler, hər birinizi xoş gördük. Yenə də qarşınızdayım çünki olduqca maraqlı transfer və ayrılıq xəbərləri var. Qarabağ komandasının yeni futbolçuları artıq Bakıdadır. Neftçi komandasından da, milli komandamızdan da, həmçinin Avrokuboklardan da maraqlı xəbərlər var. Sona qədər izləsəz bütün bunlardan xəbərdar olacaqsınız. Videonu bəyənin, şərhlər bölümündə də mütləq fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutun. Mən isə bu möhtəşəm xəbərləri sizlərin nəzərinizə çatdırın. Değerli izleyiciler, bildiğiniz kimi Güzel balamızı bir neçə aydır ülkəli palit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki bizi başa düşəcəksiniz. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki bizi bu dar günümüzdə tək qoymayacaqsınız, dəstəyinizi əsirgəməyəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Anlayış göstərib kömək edən, dua edən hər kəsə minnətdarım. İndi isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim kimi Qarabağ komandası yeni futbolçuları sıralarına qatıb. Ondan öncə Qarabağdan ayrılmaq üzrə olan Matis Kuhalski haqqında məlumat vermək istəyirəm. Daha öncəki verilişdə onun Lech komandasına keçə biləcəyi ilə bağlı məlumat vermişdik. Artıq məlumdur ki, Matis Kuhalski özü də Qarabağdan ayrılmaq istəyir. Çünki Qarabağ komandası növbəti mövsümdə böyük ehtimalla Çempionlar Liqasında çıxış etməyəcək. Çünki ölkə çempionu Sabah komandası ola bilər. Ona görə də Matis Kuhalski Çempionlar Liqasında özünü göstərmək üçün Lech komandasından keçməyə yaxındır. Həmçinin Vidzev komandası da onunla maraqlanır. Amma Kuhalskinin əsas hədəfi məhz Lech komandasıdır. Digər Avropa ölkələrindən də bu qapıcı üçün maraq var. Görək Qarabağ komandası bu qapıçını buraxacaqmı? Amma onu da sizin nəzərinizə çatdırım ki, Qarabağ komandası Fabian Buntici də yola salacaq. Amma Matis Kuhalskini buraxmaq istəmir. Çünki özünü Qarabağda yaxşı tərəfdən göstərir və Qarabağ komandası bu futbolçunun satışından yüksək gəlir əldə etmək istəyir və yaxud xidmətində maraqlıdır. Ona görə də bir illik yeni müqavilə təqdim olunub Matis Kuhalskiyə. Müqaviləni uzatmaq istəyir Qarabağ komandası. Görək Kuhalskinin razılıq verəcəkmi? Yoxsa başqa kluba gedəcək. Amma Fabian Buntic artıq qərarını verib, o Qarabağdan getməkdə qərarlıdır. Həmçinin Qarabağın özünü yola salmaq istədiyi isə Şəhrüddin var. Şəhrüddinlə yayda müqavilə başa çatır. Bilirsiniz, müqavilə Qarabağla bağlanmışlar, 1-2 ay sonra yenidən zədələndi və artıq müqavilənin sonuna az qalıb və indi artıq düşərgəyə qayıdır Şəhrüddin. Tez-tez zədələndiyinə görə Qarabağ rəhbərliyi Şəhrüddinlə müqaviləni uzatmaq niyyətində deyil. Qeyd edim ki, yayda Şəhrüddin müqaviləsi başa çatır. Onun gələcək karyerasını Qarabağda yoxsa harada davam etdirəcəyi qarşıdakı aylarda bəlli olacaq. Amma Qarabağ komandası artıq yeni qapıcı transferi çalışmalarına da başlayıb. Çünki hər üç qapıcı yol üstədir. Və qeyd edim ki, hal-hazırda İmişlinin qapıcısı olan Andrey Sinenko Qarabağın hədəfindədir. Bu barədə onun meneceri məlumat verib. Menecerin açıqlamasını sizin nəzərinizə çatdırın. Dəyərli dostlar, məlumatda deyilir ki, Sinenko'nun meneceri qeyd edib ki, hazırda statistikaya baxsaq, Andrey Azərbaycanın ən yaxşı qapıçılarından biridir. Mən Sinenko ilə bağlı danışıqlar aparmaq üçün Qarabağın heyətinin formalaşdırılmasında iştirak edən tanınmış agentə icazə vermişəm. Mövsümün sonunda onun daha yüksək səviyyəyə qalxması üçün bütün variantları nəzərdən keçirəcək deyə Xleboslov bildirib. Qeyd edək ki, Andrey Sinenko'nun İmişli ilə davam edib yoxsa Qarabağa və ya başqa kluba keçəcəyi yəqin ki, yayda bəlli olacaq. Amma hər halda meneceri artıq bu Belaruslu qapıcı haqqında açıqlama verib və bildirib ki, Qarabağla danışıqlar gedir. Qeyd edim ki, bu qapıçının boyu 1,91 m-dir. Belarusun Minsk şəhərindən də 28 yaşı var. Hal-hazırda karyerasının zirvəsindədir. 350.000 avro
dəyər qazanıb, hansı ki, imişliyə keçdikdən sonra özünü yaxşı tərəfdən göstərir. Qeyd edim ki, Azərbaycanda o İrəvan komandasında da çıxış edib. Bəli, sizə bu Belaruslu qapıçı Qarabağa fayda verə bilərmi? Siz də öz fikirlərinizi bu barədə yazın. Və bir qədər öncə qeyd etdik, Qarabağ komandası Afrikadan 2 futbolçunu transfer edib və daha bir neçə ay öncə bu barədə sizlər əslində məlumatlandırmışdıq ki, onlar Bakıya gələcəklər və artıq Onyema Fransis Choupo-Moting artıq Bakıdadır. Afrika mətbuatının yaydığı görüntülərdir bu, hansı ki, Afrikadan, Nigeriyadan Bakıya yola düşüblər və Qarabağa bu iki futbolçudan söhbət gedir ki, hansı ki, Qarabağ komandası bu iki futbolçunun transfer edəcəyini aylar öncədən bildirmişdi, hansı ki, Avtandil Hacıyev bu futbolçuları Nigeriyanın Laos şəhərində bəyənmişdi. Bunlar Onyema Fransis Choupo-Moting və Akinrofen Mikael Adeliratodur. Verilən məlumatda bildirilir ki, bu futbolçular hələ ki, deməli, əvəzedici heyətdə çıxış edəcəklər, aşağı yaş qruplarına çıxış edəcəklər, özlərini yaxşı tərəfdən göstərsələr, onlarla müqavilə bağlanacaq və növbəti mövsümdən əsas çempionatda, əsas komandada da çıxış edə biləcəklər deyə xəbərdə bildirilir, dəyərli dostlar. Və onu da sizin nəzərinizə çatdırım ki, ötən yayda 2 Nigeriya futbolçunu da U19 komandasına Qarabağ komandası qatmışdı. Bunlar Muhyiddin Ulude və Tohib Abiodundur, hansı ki, ekranda görürsünüz bu futbolçuları. Və beləliklə, Qarabağın aşağı yaş qruplarında artıq 4 Nigeriyalı futbolçu oldu. Yəni ki, bunun davamı gələcək, çünki Avtandil Hacıyev 8 futbolçu bəyənmişdi, onun ikisi gəldi. 6-sı da gələcəkmi, gəlməyəcəkmi, onu yaxın vaxtlarda görəcəyik və belə getsə, ən azı 10 Nigeriyalı futbolçunu Qarabağın aşağı yaş qruplarında görəcəyik. Daha sonra onların arasında seçilib, əsas heyətdə də cəlb olunanlar olacaq. Uğurlar diləyirik, ümid edək ki, Qarabağa faydalı olar. Qarabağ isə Dani Boltu yola salmağa hazırlaşır. Belə ki, Qurban Qurbanov onun performansına razı deyil. Bəhlul Mustafazadənin zədələnməsindən sonra əsas heyətə düşən Dani Bolt Qurban Qurbanovun heç də planlarına uyğun deyil. Daha əvvəl əsas heyətə düşməkdə çətinlik çəkirdi. Bəhlul Mustafazadənin zədələnməsindən sonra Qurban Qurbanov ona ardıcıl şanslar verdi, amma aldığımız məlumat o yöndədir ki, Dani Boltun performansı Qurban Qurbanı qane etmir. Onunla 3+1 şərtlə 4 illik müqavilə bağlanılıb, amma yayda Qarabağ bu futbolçu ilə qarşılıqlı razılıq əsasına müqaviləyə xitam verməyi düşünür. Təbii ki, futbolçu buna razılıq versə. Bu arada Neftçi komandasında da Edwin Kuç problemi var, hansı ki, verildi. Bu futbolçunun xidmətində artıq maraqlı deyil, amma 2027-ci ilin yayına qədər Neftçi ilə müqaviləsi var bu təcrübəli futbolçunun. Amma verilib onun xidmətinə maraqlı olmadığı üçün futbolçunun hal-hazırda Neftçi komandası razılıq əldə etmək istəyir ki, yayda yola salsın. Verilibdən söhbət düşmüşkən təcrübəli mütəxəssislə, 60 yaşlı təcrübəli mütəxəssislə Neftçi komandası müqavilə müddətini uzatmaq niyyətində daha bilir. Hətta Neftçinin Avrokuboklara vəsiqə qazanıb qazanmayacağından asılı olmayaraq bu baş məşqçi ilə müqaviləni uzatmaq niyyətindədir. Çünki artıq Verindum'un başlığı altında Neftçi komandasının inkişaf etdiyini görür Neftçi rəhbərliyi və ona görə də onunla müqaviləni uzatmaq və bu layihəni daha da inkişaf elətdirmək istəyir. Növbəti ildə daha güclü Neftçi komandası görə bilərik. Həqiqətən də hər oyundan oyuna güclənir. Bu arada Neftçi hazırlayıcılarını da təbrik edirəm. Çünki artıq istədikləri Neftçini yavaş-yavaş qaytarmağa başlayırlar. Və milli komandamız bir neçə gündə artıq ayın 22-sinə etibarən toplanıblar və məşqlər davam edir. Milli komandamızın oyunları ilə bağlı sizi məlumatlandırmaq istəyirəm. Ayın 27-si saat 19:00-da St. Louis'ya, 30-unda isə eyni saatda 19:00-da Sierra Leone yığması ilə qarşılaşacaq və hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq, dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırmış olduq. Milli komandamıza uğurlar diləyirəm və gələk Avrokubok məsələsinə. Bildiyiniz kimi Azərbaycanın Avrokuboklarda 4 komanda təmsil edir. Bir komanda Çempionlar Liqasında, bir komanda Avropa Liqasında, 2 komanda Konferans Liqasında.
Hansı ki Azərbaycan çempionu olan komanda Çempionlar Liqasında Azərbaycanı təmsil edir ki, bu çox güman ki, Sabah komandası olacaq. Və Azərbaycan Kubokunun qalibi Avropa Liqasında Azərbaycanı təmsil edir. Burada Turan, Zirə, Qarabağ və Sabah komandaları şans saxlayırlar, yarı finaldadılar. Qaliblər finala yüksələcək. Sabahla Qarabağ, Turan Tovuzla Zirə komandası qarşı-qarşıya gələcək yarı finalda və finalın qalibi Avropa Liqasına yola düşəcək. Çempionatda ikinci, üçüncü yer tutan komandalar isə Konferans Liqasına gedəcəklər. Təbii ki, burada Avropa Liqasının, Azərbaycan Kubokunun qalibinin ilə Azərbaycan çempionatının qalibi eyni komanda olarsa, o zaman Azərbaycan çempionatda ikinci yer tutan komanda Avropa Liqasına gedəcək, üçüncü, dördüncü yer tutanlar Konferans Liqasına gedəcək. Bu ayrıntını da sizin nəzərinizə çatdırım. Qaldı ki, Türkiyə Super Liqası bu il 5 komanda ilə təmsil olunacaq Avropa Liqasında və qeyd edim ki, 2 komanda Çempionlar Liqasında təmsil olunacaq, bir komanda, daha doğrusu 2 komanda Avropa Liqasında və bir komanda Konferans Liqasına gedəcək. Bəli, Türkiyə çempionatının qalibi birbaşa liqa mərhələsinə çıxış edəcək. İkinci yeri tutan komanda Çempionlar Liqasına deməli ikinci təsdiqat mərhələsindən başlayacaq və Kubokun qalibi Avropa Liqasının playoff mərhələsindən start verəcək və Super Liqada üçüncü yer tutan komanda isə Avropa Liqasının ikinci təsdiqat mərhələsindən start verəcək. Həmçinin qeyd edim ki, artıq dördüncü yer tutan komanda da Konferans Liqasına qatılacaq. Daha doğrusu 5-ci yer tutan komanda ikinci təsdiqat mərhələsindən başlayacaq. Belə, bu məlumatda bir ilk olaraq yayımlanmışdı. Dərhal sizin nəzərinizə ilə canlı yayımdan birbaşa çatdırdım. Ümid edirəm ki, sizin üçün də maraqlı oldu. Növbəti xəbər proqramında transfer və futbol xəbərlərini çatdırmaq ümidi ilə sizlərlə sağollaşıram. Hələlik.